Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, az ərzaqla, yumuşaq pambıq kimi keks hazırlayacağım. Keksi hazırlamaq üçün mikserin qabına 1 stəkan şəkər əlavə edirəm. Üzərinə 5 ədəd otaq temperaturunda olan yumurta əlavə edirəm. Sonda mikserlə ağaranlarca çalıram. Yumurtanın həcmi artıb ağardıqda üzərinə 1 yemək qaşığı bal əlavə edirəm. Yenidən 3-4 dəqiqə ərzində çalıram. Çaldığım kütlənin üzərinə 2 dolu yemək qaşığı süd, 2 yemək qaşığı da duru yağ əlavə edirəm. 3-5 dəqiqə çaldıqdan sonra mikseri söndürürəm. Unu kənarda qarışdıracağım. Ələyin içərisinə 1 paket qabartma tozu, 1 paket vanil əlavə edirəm. Üzərinə 2 stəkan un əlavə edirəm. Unu ələkdən keçirdirəm. Sonda çırpıcı ilə qarışdırıram. Hazır xəmir bu qatılıqda olmalıdır. Böyük soba listinin içərisinə biraz duru yağ, biraz da un əlavə etmişəm. Xəmiri listin içərisinə əlavə edirəm. Hər tərəfinə eyni qaydada yayıram. Əvvəlcədən isidilmiş 180-200 dərəcəlik sobada bişirirəm. Üzəri qızardıqda sobadan götürürəm. Artıq gördüyünüz kimi keks hazırdır. Çox gözəl pişibdir. İndi kəsib içərisində sizə göstərəcəm. Bu keksin tərkibində bal olduğu üçün həqiqətən də bişdikdən sonra yumşaq olur. Neçə gün qalırsa qalsın boyatlamır, öz yumşaqlığını itirmir. Görürsünüz, çox gözəl görünüşü var. İçərisi tam bişibdir. Dadına söz ola bilməz. Bu üsulla hazırlanan keksdən tort, həm də ki pirog hazırlaya bilərsiniz. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə olmağı unutmayın.